filan kəs məsələn xanım deyə, filan kəsim gündə məsələn tutaq ki, toya bayrama gedəndə filan qədər hər dəfə bir dənə paltar giyinirəm, amma mən bir ildir məsələn bir paltardayam. Ya məsələn filan bir şey istəyirəm, sən onu ala bilmirsən. Belə bir səbəblər, maddi səbəblər. Maddi səbəblərə görə ailə boşanılmamalıdır. Hə, indi o kişilər də var ki, ya pulda qazanır, gedir pulu sağa sola xərcləyir, evə də yaxşı baxmır, onlar da fürsətdən istifadə eləməməlidir. Hər iki tərəfə deyirəm. Amma səbəb maddi olmamalı. Çalışın, maddi səbəblərə görə boşanmayın, Allahın ərşini silkələməyin. İctimai fəsadları var, fərdi, psixoloji ziyanları var. Hərdən mən dəfələrlə gəliblər, görüşmüşəm, danışmışam. Hələ fərqində deyil, elə bilmirlər də, boşanmayıblar deyil, elə bilirlər çox rahat bir şeydir. Rahat bir şey deyil, axı mən nə qədər insanlarla boşanandan sonra danışmışam, dərdlərini deyiblər, görmüşəm, nə qədər böyük çətinliyə düşüblər, özləri iqrar ediblər, özləri söyləyiblər. Məsələn, isti insan elə bilir ki, hələ boşansam hər şey həll olacaq. Yox, belə bilməyin.